بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. الصلاة والسلام علی سیدنا و نبینا ابی القاسم محمد الذین آمنوا ولم یلبسوا ایمانهم بظلم اولئک لهم الامن و هم مهتدون. Söhbətimiz Kərbəla hadisəsinin təhlilindən başlanıb. Ərz elədik, bu hadisə neçə layəsi var. Bir layəsi bu idi ki, İmam Hüseyin istədi cəddinin ümmətin islah eləsin. Və bu islah bəhsini danışdıq. İkinci layəsi bu idi ki, İmam Hüseyin izzət və zillət qarşısında izzəti seçdi. İmam zor deyən fironlara zillət beyəti eləməzdi. Ona görə Kərbəla hadisəsinin bir təhlili izzətli həyat seçmək idi. Üçüncü layə ki, onu danışırıq, dini qorumaq idi. İmam Yezidin və Bəni Üməyyənin düşüncəsi, dini İslamın fatihəsi bilirdi. Buyurur, əgər Yezid və Yezid kimlə İslamın valisi olalar, İslamın Peyğəmbərin yerində oturub xəlifə olalar, onda İslama fatihə. Bunu izah eləmək üçün istəyirik, dindən danışdıq. Din nədir? İman nə cür dərəcələri var? Bəzən iman dil iman olar. İnsan təkcə dilində deyər. İçəridə isat yoxdur. İman fəqət atverk olar biləsin. Heç qəlbində isat yoxdur. Harada istəsə, ağzında dindən danışar. Ona görə imanın söhbətlərini danışdıq. Bəni Ümeyyə İslam dinini inanmırdı. Amma bacaranmazdı dini aparsın. Çünki Peyğəmbərin yerində oturmuşdu. Amma dini çevirə bilərdi. Dini baxışın dəyişə bilərdi. Dindən qabıq saxlaya bilərdi. Baxın, din qabığı neçə model olar da. Məsələn, deyərlər, qəlbin paç olsun, neyini sən elə. Bu, dini qabıq səviyyəsində saxlamaqdır da. Dindən heç nə qalmazsa, qəlbin paç olsun, hər neyini sən elə, günah delə, qəlbin paç olsun. Haram işdə gör, qəlbin paç olsun. Hələ qəlb paç olmaz ha, amma bu dini çevirməkdir qabıq səviyyəsini. Bəni Üməyyənin özünün bir dinə qəraəti var idi. Yəni, dini bir növ istəyirdi təqdim eləsin. Nə cür təqdim eləsin? Özlərinin eyşunuşları ilə, həvəsləri ilə uyğun gəlsin o din. Həm dinin adı geçsin, bəzi adamlara qədim zaman, indi bilmirəm, məktəbdə özləri olmazdı, adları gedərdi. Dində adları geçsin, dindən heç nələr olmaz. Müsəlman cərcəsindən sayılsınlar, amma hər nə ürəkləri istəyir görsünlər. Buna bir din düzəltmək lazımdır. Amma
İslam adı ilə. Mən birini bilözə deyim. Bəni Ümeyyə cəbr fikrini düzəltdi. Cəbr yəni insan məcburdur. Birinə etiraz eləsəydin ki, niyə günah edirsən? Deyirdi, Allah belə eləyib də məni. Mənim alnıma belə yazıblar ki, mən günah eləyəm. Bundan tamam işlərin yozurdu. Daha ona desəydin ki, yox günahdan əl çək, tövbə elə, deyərdi, Allah mənim alnıma bu cür şey yazıbdır. Cəbr Bəni Üməyyənin düzəltdiyi nəzəriyyə idi İslam adı ilə. Allah heç kimi məcbur eləmir bir işə. Hamı ixtiyarı var, iradəsi var. Hamı öz addımı ilə, hətta şeytan da insanı məcbur edəməz. Ona görə insan məsuliyyət daşıyır. Hətta qiyamət günü Allah-u Mutal şeytandan soruşacaqdır, sən bunları allatdın, deyəcək, mənim allatma səviyyəm fəqət dəvət eləməkdir, reklam və çağırmaqdır. Mən dəvət elədim, özləri gəldilər. İndi səni bir daha günah məclisə çağırırlar, evdən maşına minirsən, gedirsən, məcbur elədilər, getdin. Da məcbur idim da. Özün maşını startın vurdun. Özün ayrı qərarları, dostluğunla qərarın var idi. Hamısın qərarları və ləğv elədin, çıxdın, getdin toya. Sən getdin da. Yox, mən məcbur idim. Məcbur dəydin. Məcburluqla insan özünə istəyir bəraət qazansın. İnsan iradəsi var. Hər addıma iradəsi var. Gəlmisən bura, qapıda da dura bilərdin, içəriyə girməyəsən. Buna da iradəm var. İçəriyə girməyə da iradəm var. Qeytmağa da iradəm var. İndi yadıva düşsə, evdə su krantı açıqdır, foru qaçasan evə. Bəs durub getmək də olar. İradə var insanda. İnsan iradəsinə görə məsuliyyət daşıyır. Heç kim qaçanmaz öz məsuliyyətindən. Amma Bəni Ümeyyə çün istəyirdi, yozsun öz işlərini. Bəni Üməyyənin yaşayışı cahiliyyət yaşayışı idi, maskası İslam idi. Bəni Üməyyənin forması yaşayışda, haman bütpərəstlik dövrünün forması idi, amma qabığı İslam terminləri idi. Allah kəlməsi işlədirdilər. Özü də Allah mənim alnıma yazıb qəza-və qədərdir, bu terminləri işlədirdilər. Bunların düzgün mənaları var, amma bunlar insanın əlini bağlamaq kimin, məcbur eləmək kimin məna eləyirdilər və rahat olurdular. Bu hələ bir sahəsidir. İndi bəzi Allah təqdimatları var. Allah oxşayır bir dana cavan bir insana, saçları belədir, cəhənnəmdə ayağın qoyacaq, nə olacaqdır? Allahı bir cismi formasına düzəldirlər. Əhl-i Beyt olmasaydı, tamamı müsəlmanlar belə tanıyardılar Allahı. Əhl-i Beyt insanları sağlam düşüncəni, insanları düzgün marifi təqdim eləməkdə böyük rol olub, kömək olubdur. Deyir, nə məcbursan, nə tam azad. Bu ikisinin ortasındasan. Nə Allahın qudrətindən xaricsən, nə də tam məcbursan. Dünən misalım vurdum da, istansiya və burada çıraq. Sən tam məcbur deyilsən, yandırıb söndürmək sənin əlindədir. Ona görə məsuliyyət daşıyırsan, nə qədər işıq yandırırsan, pul alarlar. Amma tam azad da deyilsən, özünün istansiyon yoxdur, özün işıq verənməsən. Gərək oradan güc gələ, tok gələ, istansiyadan bərq gələ, sən burada istifadə eləyəsən. Allahla insanın əlaqəsi bir cürdür.
Hələ bu böyük bəhsdir. Amma mən qıssasını istəyirəm deyim. Məqsədim budur ki, İmam Hüseynin bir məqsədi dini sağlam saxlamaq idi. Dini tərsə əyri cəmaata təqdim eləməsinlər. Ona görə mən İslamın imandan danışdım. İman nədir? İmanın neçə modeli var Quranda? Bir modeli ağız imanı idi. Təhcə ağızda deyər mən müsəlmanam. Allah bunu qəbul eləmədi mömin. Dedi bu müsəlmandır. Bu İslam gətiribdi. Hələ iman gətirməyibdi. Sonra gəldi, dedi bəzi imanlar var qəlbə girər. Bu gün indi 3-cü dərəcə iman deyirəm. Görün Allah nə buyurur. Qəlbidə 2 cür iman olar. Bəzən qonaq kimin olar. Qəlbə girib iman. Doğrudan Allah'a inanır, qiyamətə inanır. Doğrudan da imanı var. Amma qonaq kimindir. Hələ bu iman yetişməyibdi, kamilləşməyibdi. Bu iman həddi buluğa çatmayıbdı. Ölçüsü nədir? Bohranda bu iman gedər. Ölçüsü budur. Dalğa şəraitdə bu iman gəmiyə oxşayır. Bəzən boğular. Bu qonaq imanıdır. Bunun qonaq elə termini hədislərdə var ha. Bu iman ariyədir. Hələ müstəqər olmayıb, qəlbidə tam höbbəyibdir. Qəlbə girib, amma qonaq kimin? Mustavdəun. Əmanət kimin? Gərək qeytərəsən. Çıxar qəlbidə. Bir iman da var, yox. Qəlbidə yazılıb. Quran belənci termin işlədibdi Mücadilə surəsində. Buyurur, Kutibə fi qulubihimul iman. İman qəlbə yazılıbdır. Necə daş da bizat yazson da getməz? Əlinlə yazmayasan ha? Heykəlteraşlar daşda bizatlar heykəlteraşlıq eləyərlər ha? Deyir, qəlbidə də iman bəzən öcür höpər. Hər nə bohran gəlsə, hər nə dalğa gəlsə, hər nə hadisə gəlsə, bu iman əldən getməz. Kufəlilər ki, məktub yazmışlar İmam Hüseynə, onlar qonaq imanları var idi çoxunun. Belə dərdi ki, İmam Hüseyni tanımırdılar, ya İmam Hüseyni sevmirdilər. İmam Hüseyni sevirdilər, amma dərəcələri var idi. İmam Hüseyni bilirsən nə cür sevirdilər? İmam Hüseyin gələ bunlara peşnamaz ola. Da İmam Hüseyin yolunda qan versinlər, İmam Hüseyin yolunda canlarından geçsin, daha o bohrandır, o dalğadır. Ayrı misal vururum. Sən indi oturmuşsan burada Fatimiyyədə. Günah eləmirsən ki. Burada dalğa yoxdur ki, günah eləyəsən. Namaz qılırsan, Quran oxuyursan, moiziyə qulaq assan, ibadət eləyirsən, əzadarlıq eləyirsən. Burada dalğa yoxdur. Dalğa bəzən insanın həyatında görürsən bir dana günah şəraiti yaranıbdır. Bir əmanət pul biləsinə veriblər. Burada bir də dalğa oldu. Həyatı o əmanəti doğrudan sahibinə çatdırar ya yox. Bir ayrı bir günah şərait yarandı biləsinə. Aya nəfsini saxlaya bilər ya yox. Onda iman məlum olar. Qonaqdır ya ev sahibidir. Kutibə fi qulubihimul iman. Pəs iman qəlbidə qalsa, bu bohranlarda da insan günah eləməz, özünü saxlayar. Mən bir sıra hədisləri sizə oxuyuram. Xahişim budur ki, bugünkü söhbətlərə biraz diqqətlə qulaq asaq. Bugünkü söhbətlər bizim neçə gün söhbətlərin bir ana bəhsidir.
İman getdikcə tamam həyatı tutmalıdır. İnsanın müxtəlif həyatında sahələri var. İman bəzən fəqət qalar beynidə. Allaha mən də inanıram. Qalar fəqət beynidə. İman bəzən gələr insanın ibadətinə, şəxsi həyatına. Orada şəxsi həyatında iman görsənər. Bəzən iman gələr insanın cəmiyyətdə həyatına, ictimai həyatına, sosioloji yaşayışına. Orada da iman görsənər. Bəzən iman gələr insanın ticarətinə, tədbirinə, ayrı sahələrinə, davranışına, xasiyyətlərinə. İman bu cür getdikcə əgər cəddi insanın tamamı sahələrini tutdu, bu iman qəlbidə yazılıbdır. Mən indi misallar vurum. Bu hədislərə mən baxırdım. Əvvəldə adam oxuyanda deyir və ayrı-ayrı sözlərdir. Niyə İmam Sadiq belə deyir, İmam Baqir belə deyir, İmam Rıza belə deyir. Sonra gördüm ki, sahələri deyir. İman sahələri fərq edir. Mən buna bir misal vururam. Bu hədisləri oxumamışdan əvvəl misalını da deyim. Biz bəzən özümüzü mühasibə eləyək da, hesab alaq özümüzdən. Hesab kitab alaq. İnsan necə ticarətində hesab kitab olmalıdır, mənəvi həyatında da hesab kitab olmalıdır. Amma bəzən insan hesab kitabında çaşar. Bir sahəni hesab kitab eləyər. Mən buna misal vururam televizyon kanallarına, şəbəkələrinə. Müxtəlif televizyon kanalları var da. İdman kanalı var, xəbər kanalı var, kino kanalı var. Müxtəlif sahələri var da. İnsan döcürdür. İnsanın məsələmə bir kanalı bu Fatimiyyədə kanalıdır. Sən bu kanalıva qiymət ver, mühasibə al özündən. Qiymətin qəbul qiymət olar. Nəhayət bir daha qeybət eləmirsən burada. Birinin ürəyin sındırmısan, nəhayət bu olar. Bir nə məsələn bir söz demirsən, ürəyi sınıbdır. Nəhayət bu olar. Kəsirin hesablasan, namazdır, ibadətdir. Bu kanalda adam özünə sevinər. İndi kanalı dəş, ailə kanalı. Görsən, yox da, orada nəsə çatmayan çoxdur. Orada söyüş var, orada əsəblənmə var, orada hay-küy salma var, orada inatkarlıq var. Bəzən adam görür, haq deyir, qəbul eləmir. Deyir, mən bu qəbul eləsəm sınmam. Haqqı qəbul eləsəm adam sınmaz, böyüyər. Kanalı dəş, ticarət kanalı. Görsən, orada bir ayrı sahələr çıxır. Adam yalan and içir, malı tez satsın geçsin. Birinin qiymətdən xəbəri yoxdur, 10 qat qoyu üstünə. Biri yoldan xəbəri yoxdur, ayrı forma taksi ilə sürür, ayrı cür pul alır. Olar da. Kanalı dəş, insan naməhrəm ilə, xəlvət, tək. Gör orada yox, nəsə çatmır. Kanalı dəş, ayrı sahələrə, bir-bir. İnsan imanını bütün sahələrə təzriq eləməlidir. Qəlbə girsə iman, necə maddi qəlb öhdədardır, qanı təzriq eləsin tamamı hissələrə, damara, ruhun qəlbi döcürdür. İman qəlbidə höpsə, qəlbidə yazılsa, insanın bütün sahəsinə bu iman gedər. Tamamı sahəsi Allah imanla yaşayır. Ona görə iman təkcə namaz oruc deyil. İndi bu hədisləri oxuyaq, görük nə deyir. Bir salavat buyurun. Allah.
Peyğəmbər Əkrəm buyurur ki, insanın imanı düzəlməz, kamilləşməz. İman istəsə, kamilləşsin. Fəqət ağız iman olmasın, hətta qəlbidə qonaq iman olmasın, kamilləşsin, dirçəlsin. İman. İman kamilləşməz, məgər 4 dənə xasiyyəti insan həyatında gətirə. Görün, bu şəxsi həyata aid deyir. Peyğəmbər deyir, heç olmasa imanı təzriq elə şəxsi həyatı var. Fəqət beynində qalmasın, fəqət Fatimiyyədə qalmasın, şəxsi həyatında da iman olsun. Deyir, iman kamilləşməz, məgər düz danışan olasan. Sədaqətin ola. Dilində sadiq olasan. Həyalı olasan. Həya ilə məsailə baxasan. Həya, yəni insan hər zad ağzına gətirməyə. Əlbəttə, gözdə də həya var, ağızda da həya var. Davranışda da həya var. Həyalı olmaq, adam Allahdan utana. Həyanın bir də Allaha aid. Allahdan da utana. Hədis var Əmirül-Müminin barəsində. Mələklər ki insandandır. İmam, üzr istəyirəm. İmam vaxtı o ayaq yoluna istirdi getsin, mələklərdən xahiş eləyərdi, durun eşikdə. İndi o məqamdadır da, o dərəcədədir. Mən bir iş görmərəm burada ki, günah ola siz yazasınız. Sizə söz verirəm. Bu, onun həyası da o dərəcədir. Həya beləncidir. Peyğəmbər buyurur ki, həya düz danışmaq, ondan sonra əmanətçilik və insan xoş əxlaq olan, ağzın da biraz yumuşalda, tüt danışmaya, acı danışmaya. Bu şəxsi həyat. Baxın, təzriq elədi Peyğəmbər imanı, şəxsi həyat. İmam Sadiqdən bir hədis var, İmam gəlir, təzriq eləyir ictimai həyata. Deyir, ictimai həyatında da iman görsənməlidir. Deyir, cəmaatla davrananda, hisli vaxtın, şad vaxtın, qudrət vaxtında da ədalətli olasan. İnsan bəzən hislənəndə daha xalqın haqqına yaxlayar. Xalqın haqqı nədir? Mümkündür səndən dostluq edib 10 il. Sən sirrilərini bilirsən. Şərik irdin ticarətdə. İndi üzbəyiz oldun, əsəbləşdin, qəzəbləndin, da 10 ilin ticarətində nə sirri var, atsan cəmaata deyirsən. Bu da ədalətə yaxlamaqdır. Qəzəb vaxtı insan ədalətli olmalıdır. Şad vaxtı, insan bəzən şad olanda lağa qoyar başqasını, sərxoş kimin olar. Onda başqasının haqqını qoruya. Şadlığın mənası bu deyil ki, insanlara təhqir ilə baxasan. Və həmçinin qudrətə yetişəndə, bir istolun olanda özündən çıxmayasan. Burada imanı İmam Sadiq cəddi nəyə? Cəddi imanı ictimai həyata. Deyir, iman kamilləşməz bu 3 dana dola. O şəxsi həyatın imanın kamilləşməsi idi. İnsan bir şəxs olaraq mömin olsun. Burada insan cəmiyyətdə mömin olaraq, cəmiyyətin içində. İmam Rızadan da bir hədis var, bu da axır sözümdür bu sahədə. İmam Rıza da imanı gətirir, təzriq eləyir. İnsanın həyatında nə cür müdiriyyət eləsin özünü. Şəxsi həyatda ya da bu müdiriyyət həyatında. Baxın, bizlər bəzən özümüzün müşkülatımız var, Allahın başına sallıq. Misal verim. İnsan birinə borcu verir
vəsiqə almır. Sonra pulu batır. Quran deyir axı, kimə borcu versən vəsiqə al. Deyir, yaz, o da qol çəksin. Bu etimadsızlıq deyil. Bu sabah sən öldün, o öldü, vərəsə mümkündür, qəbul eləmədi. Bu müdiriyyətdir həyatda. İnsan həyatında müdiriyyət olmalıdır. İnsan tanımamış biri ilə ailə qurur. Araşdırmamış. 5 gündən sonra peşman olur. Allahın başına sağır. Allah, mənim nə müsibət gətdim başıma. Sən bir istikan alanda o tərəf bu tərəfinə baxsan. Ailə quranda. Elə xanım da, ağa da. Bunlar müdiriyyətə qeydir, insanın öz müdiriyyətinə. İnsan bəzən müdiriyyətdə səhv eləyər. Hədis var, bəzi adamların Allah duasına baxmaz. Duasını qəbul eləməz. Hədis var ha. Deyir, evdə oturmuşsan Allahdan ruzi istəyəsən. Küçüyə çıxmayasan, iş dalınca getməyəsən, işləməyəsən, evdə oturursan deyəsən, Allah mənə ruzi yetir. Deyir, Allah heç vaxt bu duanı qəbul eləməz. Hədis var. Niyə? Müdiriyyət zəif olur insanda. İmam Rıza buyurur ki, iman kamilləşməz, bu 3 dənə işə həyatında görəsən. Nədir o 3 dənə iş? Bir salavat buyurun. Birinci iş budur ki, insan gündə məlumatını çoxaldı. İnsan istəsə həyatını idarə eləsin, ailəsini idarə eləsin, zindəcanlığında özünün zindəcanlığını dolandırsın, gündəcə məlumatını çoxaldı. O cavan ki taza ailə qurur, nə işqalı var? Ailə qurma üslublarını öyrəksin, ailə idarə eləmək üslublarını öyrəksin. Həm psixoloji öyrəksin, başqa sahə öyrəksin. Məlumatı çoxalmağının nə işqalı var? Nə cür insanlarla danışarlar, nə cür davranış edərlər? Bəzən ticarətdə bir cür sənətlər var. Sən ki istəyirsən tacir olasan ya bir mağazanı idarə eləyəsən, onun üslublarını sənə öyrədirlər. Deyir, insan təfəqqühü fiddin, dinşinaslığı cümbəcün çoxala. Onda iman kamilləşər. Qalmaya bir səviyyədə. Təfəqqühü fiddin. Və səbru fir-rəzaya. İnsan müsibətlərdə də özünü kontrol eləyə, özündən çıxmaya. İnsan cəmiyyətdə 4 fəslə yaşayır. Allah dünyanı bahar yaratmayıbdır. Dünyanın bahar qışı vardı. İnsan bəzən bahar gedəndə, qış gələndə özünü tiyir. Yox. İnsan səbr əhli ola, özünü hadisələrdə, müsibətlərdə eləyə bilə kontrol eləsin. Bu 2 və səbru ələr. Və tədbiru fil məişə. İnsan dünya həyatında da tədbir ola, proqram ola. Diqqət elə, imanda İmam Rıza buyurur, dünya həyatında da proqramın olsun. İşdə də fikirləş nə cür işləməlisən. Bu hədislər nə deyir? Bu hədislər bizə deyir ki, iman bir forma yaşayışdır. Fəqət məğzidə inancı deyil. Beynimdə Allaha inanıram, beynimdə qiyamətə inanıram, bu iman deyil. İman həm şəxsi həyatda necə yaşamaqdır, cəmiyyət həyatında necə yaşamaqdır, həm insan özünün həyatını müdiriyyət edəməkdir. Deyir, iman bunlarla kamilləşər. 3 dənə hədis oxudum. İmam Sadiqdən, İmam Rızadan, Rəsul Əkrəmdən. Görün, iman təzriq olmalıdır. İman qan kimindir. Qəlbidə necə üzvlərə təzriq olur. Bu iman
daha insanın tamam həyatını tutar. Heç kim bu imanı insan əlindən də alanmaz. Sən yaşayışında imanlı yaşayış olar. Ailə mühitində imanlı yaşayış olar. Şəxsi mühitində, ticarət mühitində tamamı sahələrin sənin imanlı olar. Kim bu sənin əlindən ala bilər? Amma təkcə beynində olsa, dalğalarda əlindən çıxar. Bugün Tasu'a gecəsidir. Adətən Həzrət Əbulfəzl Əbbasdan bu gecə roza oxuyarlar. Nafizəl iman. Nafizəl iman. İmanı çox dərin idi. Hamı şəhid olmuşdu. Əli Əkbər, Qasim. Gəldi İmam Hüseynə dedi ki, izni ver mən də gedim. İmam buyurdu, sən bayraqçısan axı. Sən bizim qoşunun bayraqçısın. Ələmdarsan. Həzrət buyurdu ki, Əbulfəzl Əbbas, mən də daha beləncə həyatdan yorulmuşam. Görür, İmam Hüseyn kömək axtarır, köməkçisi yoxdur. İmam buyurur, həl min nasirin yansuruni, heç kim gəlmir imanın köməyinə. İmam Hüseyn ağladı. Qardaşının sözünü ağladı. Qardaşı dedi, ürəyim təncə gəlibdi. Ürəyim darısqallaşıbdı. Bu həyatda da qalanmıram. Səni belə görəm, belə məzlum. İmam dedi, onda qardaş, get bu balalara su gətir gəl. Hələ müharibəyə getmə, get bu balalara su gətir. Əvvəl sudan əvvəl gəldi moizə elədi. İbn Ziyadın, Ömər Sədin qoşununu moizə elədi. Dedi, siz müsəlmansınız ya, yox. Peyğəmbərin balaları görmüsünüz, susuzdur. Bizə su verməyin. Bu balaların günahı nədir? Şimr bilirsən nə dedi? İnsan bəzən tənəzzül eləyər, bəzən o qədər alçalar. Şimr dedi, yer üzü hamısı suyla dolu olsa, bir qətrə də sizə su vermərik. Həzrət getdi, şəriədən su götürsün. Fıratın bir budağı var idi, o Fıratın budağından bir su götürsün. Girdi Fırata. Düzdür, 4000 nəfər qoruyan var idi o Fıratı. Amma Həzrət Əbulfəzl şücaətli insan idi. Heç kim üzbəyiz biləsi ilə müharibə eləmədi. Heç kim üzbəyiz müharibə eləmədi. O sudan götürdü. Ama biraz da götürdü, özü içsin. Su doldurdu, biraz götürdü, özü içsin. Fəzzəkərə ətəşəl Hüseyin. Yadına düşdü qardaşı Hüseyin, İmam Hüseyin də susuzdu. Su tökdü əldən yerə. Dedi, istəyirsən İmam Hüseyndən sonra diri qalasan. Su içsən nə üçün? Özü su içmədi, su götdü, gətirdi. Yolda müharibə qoymadılar aparsın. Əvvəl sağ əlin vurdular. Su qabın verdi sol əlinə. Sonra sol əlin vurdular. Muvazibdir bu su aparsın. Ağzında su götdü aparsın. Ömər Səd göstəriş verdi, oxa bağlayın, ox vurun.
Nə qədər bacarırsınız, ox vurun. Oxun vurdular birin bu su qabına. Da su utuldu. Amma yavaş-yavaş ox dəydi gözünə, ox dəydi sinəsinə. Məktəllərdə yazıblar, bəzi biz kirpi deyərik, bir çox tikanı olar. Bir ox o qədər bədəninə vurmuşdular ki, onu öcür olmuşdu. Orasını demirəm. Yaxşı. Ziyarətnamələrdə məzlum sözü Əbülfəzl Əbbasa deyilər. İmam Hüseyn də məzlumdur. Əli Əkbər də məzlumdur. Qasim də məzlumdur. Amma ziyarətnamələrdə məzlum termini fəqət Əbülfəzl Əbbasa işlənibdir. Esselamu aleykə eyyuhəl məzlum. Niyə buna fəqət məzlum deyilib? O birisilər də məzlum idi da. O cür şəhid elədilər. Deyirlər axı, bunun bir əlavə bir məzlumluğu var, onlarda yox idi. İnsan atdan yıxılanda yerə, yuxarıdan yıxılanda yerə, bu xatirə ki, başı dəyməsin, bədəni dəyməsin, əllərin atar yerə. Amma Əbülfəzl Əbbas əlləri yox idi. Vaxtı atdan yıxıldı yerə, İmam Hüseyni çağırdı. İmamı ədəbi var idi. İmamı imam çağırardı. Amma burada da imamı qardaş çağırdı. Dedi, əxi, ədrək əxaç. Qardaşı. Zeynəb vaxtı eşitdi bu vəziyyəti. Diqqət edin bu sözə. Zeynəb vaxtı bu vəziyyəti eşitdi. Zeynəb sonra əsir olubdu. Amma burada dedi, eyvar əsirlik başlandı. Yəni Həzrət Əbülfəzl Əbbas var idi. Qoruyurdu bizi. Əbbas var idi. Əsirçilik fikrində dəyidik. Amma Əbbas şəhid oldu. Əsirçilik o gündən başlandı. O ləhzədən başlandı. Əl-an inkəsərə zəhri. İndi mənim belim sındı. İmam Hüseyin əleyhissalam buyurur, indi mənim belim sındı. Esselamu aleyk ya qəmərə munir bəni Haşim. Esselamu aleyke ya Əba Abdillah. Və aləl ərvahilləti həllət bifinaik. Aleykə minni selamullah əbədən ma bəqitu və bəqiyyəl leylu və nəhar.